Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Aprel və may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlər başda olmaqla bütün ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə Azərbaycan dilindən ən vacib qaydalardan birinin izahını təqdim edirəm. Qeyd edim ki, bu izaha həm ibtidai MİQ, həm də ibtidai sertifikasiyaya hazırlaşan müəllimlər rahatlıqla baxa bilər. Əziz müəllimlər, nəzərinizə çatdırım ki, bir neçə gün öncə ödənişli qruplarımızla mürəkkəb feillərin yaranma yolları haqqında danışdıq. Amma artıq həmin dərsdə öyrəndik ki, bəzi feillər sadə feillər olsa da mürəkkəb feil təsiri bağışlayır və bizi çaşdırır. Gəlin indi həmin feilləri rahatlıqla öyrənək. Əziz müəllimlər, biz bilirik ki, mürəkkəb feillər bir neçə yolla yaranır və eyni zamanda həm ayrı, həm bitişik, həm də devslə yazıla bilirlər. Mürəkkəb feillərin yaranma yolları deyəndə ağlımıza ilk nə gəlir? Olmaq, etmək, eləmək, qılmaq, bilmək sözlərinin digər əsas nitq hissələrinə qoşularaq mürəkkəb feil əmələ gətirməyi. Məsələn, kömək etmək, kömək olmaq, dəstək olmaq və s. kimi. İndi gəlin baxaq birinci cümləyə. Mən ona kömək etmişəm. Burada görürük ki, kömək etmək nədir? Mürəkkəb feildir. Yəni, bu quruluqca nə olacaq? Olacaq mürəkkəb. Deməli, etmək sözü digər bir əsas nitq hissəsinə birləşib, nə əmələ gətiribdir? Kömək etmək mürəkkəb feilini əmələ gətiribdir. Biri çıxırıq. İndi yerdə qalır, mən tapşırıqları etmişəm. İndi dedik ki, kömək etmək nə oldu? Mürəkkəb bir feil oldu. Yaxşı, bəs mən tapşırıqları etmişəm. Bəs bu quruluqca necə olacaq? Diqqət yetirmək lazımdır ki, buradakı etmişəm artıq mürəkkəb feil deyil. Nə də tapşırıqları sözü ilə birgə təhlil olunub, biz buna mürəkkəb deyə bilmərik. Etmişəm sözü əgər yerinə yetirmişəm mənasını verirsə, deməli nədir? Sadə feildir. Mən tapşırıqları etmişəm, yəni yerinə yetirmişəm. Etmişəm. Kim, mən, nəyi, tapşırıqları. Gördünüzmü, bu artıq nə oldu? Ayrı-ayrı cümlə üzvləri oldu və ayrı-ayrı təhlil olundu. Çünki bunların hamısı ayrı bir sözdür. İndi biz gördük ki, etmişəm sözü yerinə yetirmişəm mənasını verdi və nə oldu? Sadə feil oldu. Deməli, buradan belə nəticəyə gəldik ki, əgər etmək sözü yerinə yetirmək mənasını ifadə edirsə, sadə feil olacaq. Mən tapşırıqları etmişəm, mən tapşırıqları yerinə yetirmişəm. Deməli, buradakı etmişəm bir dənə sadə feildir. Mən ona kömək etmişəm. Buradakı etmişəmi biz ayrı götürə bilmərik. Kömək sözünə birləşib və mürəkkəb feil əmələ gətirib. Yəni, harada etmək sözünü görsək, biz gedib ona mürəkkəb deyə bilmərik. Baxaq görək, əgər yerinə yetirmək mənasını ifadə edirsə, sadədir, yox əgər ifadə etmirsə, mürəkkəbdir. Deməli, bunu bildik. Keçirik olmağa. Deməli, bu necə olur? Mən ona kömək oldum. Bu olacaq bir dənə mürəkkəb feil, yəni quruluqca olacaq mürəkkəb. Mən iclasda oldum. Yadda saxlamaq lazımdır ki, əgər olmaq sözü iştirak etmək, var olmaq, mövcud olmaq, yaşamaq mənalarını ifadə edirsə, bu zaman artıq nədir? Artıq sadə feildir. Necə? Mən iclasda oldum, yəni mən iclasda iştirak etdim. Deməli, biz artıq gördük ki, buradakı oldum sözü nədir? Müstəqil şəkildə sadə bir feildir. Məsələn, o Bakıda olur, o Bakıda yaşayır. Yəni, qısası, olmaq sözü, var olmaq, mövcud olmaq, İştirak etmək, yaşamaq mənalarını ifadə edirsə, sadə feildir. Yox, əgər ifadə etmirsə, mürəkkəb feildir. Gəlin bunu silək, bu dediyimiz qaydaya bir də baxaq. Məsələn, mən ona kömək etmişəm. Buradakı etmişəm, yerinə yetirmişəm mənasını ifadə etmir ki, xeyr, etmir. Ona görə kömək etmək nədir? Bütövlükdə bir dənə mürəkkəb feildir. Mən tapşırıqları etmişəm, etmişəmin yerinə yetirmişəm. Qoya biliriksə, deməli, bu nədir? Sadə feildir. Yəni, bu tapşırıqları sözünün bununla əlaqəsi yoxdur. Mən ona kömək oldum. Kömək oldum nədir? Mürəkkəb feildir. Mən iclasda oldum. Yəni, iştirak etdim, var olmaq, mövcud olmaq mənalarını verdi. Deməli, buradakı olmaq ayrıca bir sözdür, tək bir sözdür. Nədir? Bu da olacaq sadə feil. Və yaxud da ki, o Bakıda olur, o Bakıda yaşayır deyə biliriksə,
olur, kim, o, harada, Bakıda. Sadə nədir? Feildir. Ümid edirəm ki, bu qayda sizin üçün azacıq da olsa faydalı oldu. Əgər faydalıdırsa, mütləq rəylər bölməsində qeyd edin ki, davamlı şəkildə bunların izahını sizlər üçün kanalda yerləşdirim. Sağ olun.